Deməli, birinci nə edirəm? Birinci düzbucaqlı yaratmalıyam da. Bunun üzərində olan sol düyməsini 2 dəfə vururam. Səhv boyda nə olur? Düzbucaqlı yaranır. Daha sonra nə edəcəm? Bir dənə ortada dairə çəkmək lazımdır. Düz deyil. Dairə çəkmək lazımdır. Bunları çıxarım. Deməli, kontrol düyməsi ilə bir yerdə təxminən bu ölçüdə dairə çəkirəm. P düyməsini basıram və daha sonra şübhəsiz digər dairə biraz şey deyil də, yəni eyni ölçüdə deyil. Şübhəsiz plusu basaq, plusu bastıq. Bundan sonra bunu biraz kiçildirəm belə. Bildiniz, yəni shiftlə eləmirəm də. Çünki bərabər proporsional deyil də bu. Və bunu da bir qədər içə doğru eləyirəm. Hətta biraz da kiçildək bunu. Təxminən də yəni göz ucu eləyirəm də. %100 əlimizdə ölçər yoxdur. Və təxminən belə bir şeydir də. Hətta biraz bunu sola, biraz da bunu aşağı eləyək. Hə, lap belə biraz oxşadı. İndi bunu eləyəndən sonra əslində mən bunları eləməyə tələsdim. Yəni bunları hələlik götürüm burada. Qalsın burada. Hələlik bunu qruplaşdırım, qalsın belə. Birinci bax bunu bu arkadakı bu görürsüz 4 dənə burada şey var, çərçivə var, özü də maillidir. Gəlirəm bir dənə çərçivə çəkirəm. Təxminən belə ölçüdə. İndi plusu basaq. Plusu basandan sonra baxın. Bunun üzərində mouse'un sol düyməsi və shiftlə biraz çəkirəm, amma təmiz belə yapışdırmıram da, biraz belə eləyirəm. Bilirsiniz mən nə demək istəyirəm? Bax, ardınca da Ctrl D, Ctrl D. Yəni boşluğa vurmuram da. Bildiniz? Məsələn, siz bunu evdə eləyəndə məsələn də tutaq ki, çəkdiniz bunu belə. Mən boşluğa vururam, alınmır. Bura boşluğa vurursunuz, sonra Ctrl D vuranda alınmır. Ya da siz bunu seçə bilərsiniz, sonra Ctrl D elərsiniz, bu belə Belə gedir. olur, mən həmişə. Aydındır? Bunu dərhal eləmək lazımdır. Baxın. Mouse'un sol düyməsi shiftlə çəkdim belə. Bax, bu seçili vəziyyətdə Ctrl D, Ctrl var. Görürsünüz, məndə də eyni problem budur. Yəni bunu sıfırdan eləyək. Bu, hə, təkdir. İndi plusu basaq. Plusu bastıq. Mouse'un birincisi mouse'un sol düyməsini basaq. Shift'də basaq. Biraz çəkək belə. Ctrl D. Ha, bax, şübhəsiz. Bizdə də eyni problem oldu. Məndə belə olur həmişə. Dəqiqə. İlk kələmdən elə, bir dəqiqə. İlk dəfədən eləməyəndə alınmır da. Deməli, plusu basaq, plusu. Baxın, görək, yoxlayaq, görək nə başımıza gəlir. Və bir kələmlikdə yenə eləyə bilmədim. Ctrl D, ilk dəfədən eləmədim də yenə. Çünki bir dəfə boşluğa vurdum, ona görə. Dəqiqə. Gəlin bunu vəbşi silək, təzədən çəkək. Və təxminən bu ölçüdə çəkdim. Düz deyil. Plusu bastıq. Mouse'un sol düyməsi və shiftlə çəkirəm belə. Ctrl D, Ctrl D. İlk cəhdə ediləndə bu Olmur, sonra olmur. hə, sonra oldu. Sonra bu zalımı hamısını seçirəm. Bir dənə buna belə bir rəng verəcəm. Rəngləri mən təxmini verəcəm. Yəni siz evdə işləyəndə şəklə uyğun seçəcəksiniz də. Başa düşdünüz? Demək istəyirəm. Yəni mən də burada tələmtərsi eləyəcəm. Yəni rənglərə çox əməl eləməyəcəm. Sonra baxın bu seçili, baxın bu hamısı seçili olduğu halda bu deyəsən az oldu, yox az deyil. Aha, burada girəm, bax burada shadow var. CorelDRAW'un köhnə versiyalarında yeri gəlmişəm. Bu shadow əmrinin adı shadow deyil, drop shadow'dur. Sadəcə yeni versiyalarda drop sözünü yoxlayırlar, yeri gəlmiş. Bax buradan mouse'un sol düyməsindən aşağı doğru bir kölgə formatında çəkirəm. Yaxşıdır. İndi bunu prosta artırıb azaltmamışam da. Artıb azaltmadım. Bunu seçə bilirəm bura. İndi baxın, mən bunu üstünə bir dəfə də vururam. Bir dəqiqə də dursun. Bax bunun ayrı orada. İndi baxın, bu hamısını seçirəm.
Bunu bir dənə qruplaşdıraq. Bunun üstünə bir daha vururam. Bax, bunu maillə edirəm belə. Başa düşdünüz? Gəlin P düyməsini basaq. Görək burada necədir. Burada hətta biraz daha şeydir, qalındır. Biraz bunu böyüdək, qalın edək. 50'dir. Hə. Bunu biraz da böyüdək. Bunu üstünə bir daha vururam. Biraz da mail edək. İndi bunun üstünə vuraq, P düyməsini basaq. Zənnimcə yaxşıdır. İndi təxmini elədik. Hətta bu yaxşı olar ki, bunu biraz da enli eləyək. Mən biraz çox nazik eləmişəm. Bu hətta belə fikir verin şəkildə. Biraz belədir. Bildiniz necə? Buradan boşluq Aynen. yoxdur da. Bildiniz? Evet. Belə. İndi seçirəm bunu. Deməli, seçdim bunu. Mouse'un sağ düyməsi, Power Clip Insert edirəm, getdi bu. Hı hı. Aydındır? Ümumiyyətlə bunun özünün də rəngini dəyişək. Bunu biraz tünd seçək də, təxminən belədir. Hə? Evet. İndi bu ikisini də seçək. P düyməsini basaq. Hı hı. Aysun. Sonra bunu qrupdan bir dənə çıxaraq. Bunlara da məsələn rəng verək. Məsələn seçək. Təxminən seçirəm də rəngləri. İndi ola bilər uyğun gəlməsin. Balacanı da seçdim biraz. Yoxsa bunun biraz açığı var burada. Məsələn təxminən ya da xoşunuza gəlmirsə sol düyməni basıb saxlayırsınız. Böyle bəzi tonlar var da, yəni Hı hı. seçirsiniz. İndi mən bunu baxın seçirəm, bunu biraz solğun etmək istəyirəm. Böyük dairədən söhbət gedir. Burada transparent var. Transparent tool. Könül ecazda transparent tool bunun içindəydi. Bunu basıram. Şimdi bunu biraz bildiniz solğun edirəm də. Başa düşürsünüz? Belə. Ya daha çok burada uniform var. Uniform. Uniformu seçirəm. Uniformu seçəndən sonra o formadır. Çox elə böyük bir fərq olmadı burada. Mesela. Buradan da eləmək yəni eyni şey. Başa düşürsünüz? Lap şəffaf eləyə bilərəm. Ya da ki, çox şəffaf eləməm. Təxminən də gözünüzü Belə belə. yaxşı. Məsələn, bunu da seçirəm. Bunu da məsələn. Bəlkə də biraz rəngi düz gəlmədi bu. Sol düymə basıb saxlayaq və belə bir rəng verək. Tutuşturmaq lazımdır o rəngi. Başa düşürsünüz, məndə yoxdur. Gəlin bunu da transparent eləyək. Bəlkə transparent eləsək. Tam olaraq hansı rəng ola bilər bu? Hı. Buna da bənzər əslində olsa. Nə bilim yəni. Rəng də. Bu evdə prosta tapmaq lazımdır da bu tonu. Rengi var. Hə? Ben daha pembe. Ha, bu renkte pembenin gibi tüm kimi. Burada Hı. uyğun gələn yox da. Neysə də yəni bu evdən axtarıb taparsınız. Ya da ki, hə bunu seçək. Evet. Basıb saxlayaq. Biraz açıq edək. Mesela bu Anladım. ya da ki, məsələn transparent eləsək. Neysə də tuzdurma söhbəti var. Başa düşürsünüz. Yaxşı seçək də elə belə bunu seçək. Ya da ki, bu necə? Bilmiyorum niyə o rəngi tapa bilmirik. Dəqiqə. Əslində var ya, bunu da tapmaq lazım. Məsələn, burada girib palet də var. Palet də şeydir. Gərək buradan gərək rənglər əlavə edəsiniz. Uzun dəri olacaq. Docker'də palettes var. Palettes. Palettesi aktif edək. Mesela simik rənglər. Default paletten yapıştırıram. Fərq oldu da rənglərdə. Yoxsa yenə şey oldu. Hı? Dən baxın sizdən. Mesela bəzi rənglər burada yox idi məncə. Neyse də birini verək də ediyor. Bəlkə də bunun tündü diye. Bunu biraz belə seçək görək. Yox. Neyse də onu axtarıb tapmaq lazım. Burada var ya ben hani burada. Bu tonu deyirsiniz. Buralarda bir ton yani. Neyse daha iyi bir olsun belə.
Neyse, eybi yox. İndi ya da ki şərti olaraq qırmızı bu rəng eləyək, eybi yox. Hı. Ya da ki qırmızı eləyək. Əsas odur ki, fərqli olsun da. Eee, görək qırmızıda elə bir ton var. Bizə daha çox göz olaraq bəlkə bu da ola bilər, amma bunu yox bilər. Tam kırmızı. Yəni, nəsə biraz çox da oxşamasa da neysə. Biz bunu elədik. İndi burada burada nələr var? Burada şəkil məsələsi var. Yeri gəlmişkən. Sizə o video atmışdım. O arxa plan silmək bizə yəni belə bir şəkil lazımdır. Yoxsa arxa planı olmasın da. Sizə YouTube videosu atmışdım. Anaxırınızı. Dedim uzun. Orada da izah eləmişəm bu temanı. Ki arxa plan. Gəlin misal üçün girək internetə. Bir dənə müğənni götürək, fərqi yox. Nə olsun? Məsələn, olsun Tarkan məsəl üçün. 53 yaşı var, hələ də Çok şanlı. cavan görsənir. Daha 53 yaşı var, enerjilidir. Biz bu yaşda xodlana bilmirik. Yuxudan durub xodlana bilmirik. Məsələn, bu şəklini götürək. Maraqlı şəkildir bu. Save images. İndi bunun arxasında qırmızı rəngdə arxa fon var, bunu silmək lazım. İndi bunu izah edirəm, o saatın videoda da bunun detallı şeyi var. İndi deməli arxa fon birinci nə edirik? Import edirik. Desktop görsəz mi? Bunu çəkdi bir qıraqda. İndi bunun arxa fonunu silmək lazımdır. Seçirəm, burada bitmap'ə girəm. Burada edit bitmap var. Edit bitmap. Girəm bura. Corel Photo Paint proqramı açılacaq. Corel Photo Paint açılsın. Gec açıldı bu evin. Ben geri gəlmişəm. Bunu da həll edeyim. Gec açıldı. İndi baxın. İndi tam ekran edeyim. Burada Image adlı menü var. Burada birinci əmr var. Topla. Bunu basıram. Bu biraz keyfiyyətli şəkildə eləyib. İndi baxın. Burada ölçü var. Ölçünü seçək. Veya 11 olsun. İndi mən bunu bunun üstündən basıram. Highlight. Başlayıram bunu çəkməyə. Baxın. Təxmini çəkirim. Dəqiq lazım deyil çəkmək. Dəqiq əməliyyat ləğv edeyim. Təzədən çəkim. Bunu biraz balaca edeyim. Bax, mən bunu balaca elədim. Bir daha nəyi seçdim? Bunu seçdim də. Balaca olmaya da olur. Onu da yaxşıdır. Bax, bunu bastım. Bunu basandan sonra öz əlim titrir. Təxminən çəkirəm bunu belə. Təxminən. Biraz artıqlaması ilə götürürəm də. Düşünürsünüz. Və daha sonra bu düyməni basıram. Inside Field Tool. Və daha sonra şəklin üstünə bir dəfə vururam. Və daha sonra burada preview var. Preview'u basıram. Vəssalam. İndi keçirəm. Nəyə ki silmək istəyirəm? Burada qırmızı var. Bu qırmızını seçirəm. Bax, bunları nə edəcəm? Artıq şeyləri siləcəm. Biraz da yaxınlaşdıraq. Yaxın olanda dəqiq olur da hər şey. Aydındır? Başlayıram bunları silməyə. Hətta istəsəm bunun biraz miqdarını da belə böyüdürəm. Daha biraz yekə olur da bu. Bildiniz? İşdə də biraz artıq silsəz belə. Onda nəyə basırsınız bu plusu? Bununla təzədən bərpa edirsiniz də. Başa düşdünüz? Geri qalsın. İndi bunun arxa fonunu silirik də. Artıq şeyləri götürək. Biraz məndə vaxt yoxdur. Səliqəsiz formada edirəm. Tələm-tələsik. Siz evdə eləyəndə bunu səliqə ilə. Hətta məsələn, incə yerlər olanda məsələn, miqyası balacalaşdırıram. Xırda-xırda işləyim. Bildiniz mən nə demək istəyirəm? Aydındır. Prosta burada mənim çox oynama vaxtım yoxdur. Biraz tam dəqiqliyin eləməyəcəm. Təbii ki, yaxşı nəticə, dəqiq nəticə almaq istəyirsinizsə, yəni xırda-xırda işləyəsiniz də. Bildiniz mən nə demək istəyirəm, yoxsa yox?
Nəticə yaxşı olsun da. Hə, amma belə mən kimi tələm-tələsik eləsəz dəqiq olmayacaq da. Və görürsüz məsələn bu gəlir buna üstünə düşür də. Bunu neynirsiz? Balacalaşdırırsınız. Bildiniz bunun dairəsi balaca olur da. Daha dəqiq işləyir. Həmişə qıraq şeyləri eləyəndə, qıraq şeyləri böyüyünə eləyin. Bildiniz necə? Bax bunları. Görürsüz? Qıraq şeyləri böyüyünə. Nələrdə qanunlar çıxır başında. Qırıldı da axı o arxa. Hə. Bax, qıraq hissələri həmişə böyük şeylə eləyin. Dairə ilə eləyin. Başa düşürsüz? Dəqiqə. Səliqə ilə bax bunları götürürəm də. Bax, görürsüz, qıraq şeylərin hamısını belə təmizləyirəm. İndi xüsusi incə işləmək istəyəndə indi balacalaşdırıram. Biraz azaldır və başlayıram, görürsüz. Yox, tükün bir teli azalsa problem deyil. Bildiniz mən nə demək istəyirəm? Bəli. Əsas, yəni çox böyük fərq olmasın da. Əsas bu qırmızı görsənməsində bildiniz mən nə demək istəyirəm? Bəli. Qara içsə də olar. Saçın qarası biraz içsə də olar. Əsas qırmızılar görsənməsi. Səliqə ilə götürürəm. Bu biraz keyfiyyətli şəkil deyildi. Görürsüz, belə bulanıq şəkildir də. Mən gərək biraz daha keyfiyyətsini götürərdim da tələsdim. Bilirsiniz, təxmini də eləmək olar. Yaxşı nəticə həmişə əziyyətli olur da. İstənilən işdə keyfiyyətli şey həmişə uzun çəkən iş şey olur. Bunu da istəyirəm belə. Xoşu getdi. Kaçta getdi hamısı? Nə getdi? Getdi də çox hamısı. Hə. Bildiniz belə baharatlıqın bu tərəfini də silək. Görürsüz, burada neyin xırda eləməlisiniz ki, belə təmiz istəyirsinizsə, bilirsiniz. Nəysə də, yəni indi evdə eləyəndə bunun dəqiqliklə eləyərsiniz. Çünki vaxt gedir ona görə. Mən ümumi sizə istəyirəm yolu öyrədimdə. Yolu biləndən sonra artıq bunları eləmək rahat olacaq. O sizə attığım tapşırıq vardı, flyer, orada da bundan var. Всё, bundan sonra nəyə basıram, o bildirməsini və daha sonra bundan çıxıram, save edirəm. Всё. Всё, bunun üstünə qoyanda şey olmayacaq. İndi bunu neynirəm? Biraz zalımı balacalaşdırıram. Biraz da balacalaşdırıram. Deməli bu, görürsüz, üstə yağ eləməmişik ya. Demək olar ki, qırmızı görsənir. Biraz bu tərəfdə görsənir. Onu da şey kimi yoxlamaq olar. Bədənin kölgəsi. Düz necə? Yəni o çox da bilinmir də, yəni. Əsas gözə batacaq şey olmasın. Baxın. Bax burada Tarkan bu baş hissəsini gətirirəm, dairənin üstünə yapışdırıram. İndi bu hissələrə uyğun gəlmir də. Başa düşürsüz? Bunu nə edəcəyik? Shape tool-a girəcəyik. Şəklin də başına belə oyunlar açmaq olur. Bunu çəkirəm və belə qoyuram. Dəqiqə. Biraz belə. Bax, əsas buradır. Bax, bu var. Bu varatlıqı yapışdırıram bura. O biri tərəfi düzəltmək olar. Dəqiqə. Yəni, bu aşağı verək. Dən dalı qaytaraq. Əməliyyatlar. Burada səhv nə oldu? Birincisi. Bakın, təpə hissəsini gətirdik bura. Düz deyil. Burada bir dənə problem nədir? Bunu biraz bu tərəfə böyüdək. O varatlıqı gəlsin, dairəyə dəysin də. Bilirsiniz mən nə demək istəyirəm? Hə, indi shape tool-a girirəm. Bax, bu var ha. Bax, bu hissə. Bunu biraz, bunu çəkəndə bu da gedəcək də. İndi burada yumru var, yumru. Yumruğunu seçirəm. Bu üstə bir dəfə vururam. Bir dəfə də vururam. Bax, bildiniz də, bu yumruğu tək seçilmə. Çəkirəm bunu aşağı. Başa düşdünüz? Yenə bunu da qaldırıram biraz yuxarı. Gəl bunun üstünə bir daha vuraq. Görək, bunu çəkək, buraya yapışdıraq. Bunun üstünə bir daha vuraq. Və bunu bu tərəfdən eləməyə çalışaq.
Ya da ki bura qoyaq. Şimdi onun şərt deyil ki, variantı bura deyilsin. Bu düzdür, yanaşma məsələsi var. Bax, bunu da yumru eləyirəm. Bax, bunun üstünə bir daha vururam. Evet. Bax, bunu da yapışdırıram belə. Bildiniz mən nə demək istəyirəm? Hı. Və bax, bunun burasını da aşağı hissəsinə bir daha vururam. Daha doğrusu, mən burada bir siz nə eləməliydim? Baxın. Bunu biraz böyüdüm, əksinə böyütməliydim. Ya da böyütməyim, balaca yaxşı. Onda shape tool'a girək. Dəqiqə. Baxın, düz olmadı nəsə bir şəkildən qaytaraq hər şey dala. Baxın bura. İndi baxın, seçdim bunu. Shape tool'u bastım. Bunun üstünə bir dəfə vurdum. Çox dərinə getdim. Yox, yox. Onun üstünə bir dəfə vurmuram. Daha doğrusu birinci nə edirik? Buradan dairəni Dairə. seçirik. Baxın, bu dairəni seçirəm. Üstünə bir dəfə vururam. Vurdum, seçirəm belə. Gördünüz? Amma bu getmədi də. Şəklin özü getmədi aşağı. Dəqiqə. Onu şey demək olmaz ki, içərisinə salmaq olmaz elə. O da olar əslində qalsa. O da olar, amma burada bir məsələ var da. Məsələn, içərisinə salsaq belə. Dəqiqə. Mən burada şey bastım. Deyəsən. Unlock var ya, unlock'u bastım. Deyəsən. Unlock'u basaq. Baxın. Bunu lap tutaq ki, sağ düymə. Parkod Inside mən dairə elədim. Hə? Hı. Editə girəm. Yenə də Shape tool basmalıyam. Dairəni seçdim. Bunun üstünə bir dəfə vururam. Nə oldu? Niyə seçilmədi? Hə, seçilib tabii. Bax, bunu biraz dartıram aşağı. Şəkil özü getmədi də aşağı. Dəqiq, maraqlı bunu niyə belə olmuş? Dən qaytaraq qala. Bunu eləyəcəm dəqiqə. Yəqin böyük eləmək lazımdır. Böyük eləyib balacalaşdırmaq lazımdır. Yoxlamaq lazım. Deməli belə, mən nə edərəm? Biraz böyüdək. Baxın, kvadrant hissəsində saxladı. İndi Shape tool'u basıram. Üstünə bir daha basıram. Seramını qaldıranda bu dəyişəcək də bu, düz deyil. Bunun üstünə bir daha vuraq, yumru eləyək. Görək yumru ilə eləsək nə olacaq. O şəkil özü gəlmir, aşağı maraqlıdır. Şəklin ancaq qırayı gəlir. Deməli belə. Dəqiqə. İncə belə olur, hə? Belə olmaq pis olur da. Dəqiqə. Çünki şəklin özü də gəlmədi. Yaxşı, gəlin belə bir şey deyək. Ola bilər, ola bilər. Burada belə bir əmr var. Obyektə girək. Burada convert to curves onsuz da şeydir də. Passivdir. Yəni, ondan şübhələnirdim. Onsuz da passiv imiş. Onda bununla eləməyə çalışaq. Şöyle şəkil amma özü əslində qalsın getməlidir aşağı. Dəqiqə. Hə, bildim burada məsələ nədir. Burada nə eləmək olar? Arxaya vermək məsələsi. Yox, arxaya versək, bunun arxasına vermək yox. Əslində qalsa ona uyğun böyüməliydik. Neyse, yaxşı, başqa bir şey eləyəcəm, başqa bir şey eləyəcəm. Bax, seçirəm bunu. Deməli, burada tekstdə var idi, yazı gəlir. Fit text to pass var idi. Yazılar belə buraxmaq üçün. Dəqiqə. Pas əmrindən şübhələndim. Convert to bitmap. Convert to bitmap'e gireyim. Okey. Ondan sonra Shift tool'a basa, bu avtomatik böyüməli idi əslində qalsaydı. Üstünü də vuram. Hə, böyümür. Böyümür onda. Onda belə bir şey eləyə bilərik də. Ən pis halda belə bir şey eləyə bilərik. Bunu farklı bir saat eləyərik. Prosta bunu ölçüsünü böyüdərik. Məsələn, farklı bir saat elədik. Bunu burada bunun içinə girdi, hə?
Editə girib uzaqbaşı bunu belə böyüdə bilərik. Ən pis halda belə eləyə bilərik. Finişi basıram. Ən pis halda belə də olur. Olacaq. İndi mən prosta onu demək istədim, maraqlı olsun deyə. Neysə. İndi bir dənə bunu gəlirik burada. Bir dənə dairə çəkəcəm. Kontrolla. Baxın, bunu yerləşdir. Bunu hələlik rəngini sarı eləyək. Hə? Bunu yerləşdirək bura. Sonra bunun konturunu rədd eləyək. Kontur şovu göstərəcək bunları. Birinci gəlin bunları həll eləyək. Yadıma düşmüşkən. Görürsünüz bunları? Bəli. Kvadratları. Deməli, balaca bir dənə kvadrat çəkirəm. Biraz yaxınlaşdırın. Baxın belə. Kontrolla. Hələlik böyük çəkim, sonra balacalaşdıracağım. İndi plusu basaq. 3, 4, 5, 6. Mouse'un sol düyməsi və shiftlə çəkdim qırağa. Sonra birbaşa Ctrl D, Ctrl D, Ctrl D, bir dənə də Ctrl. Sonra hamısını seçirəm. Plusu basaq. Yenə kontrol edirəm. Birinci çəkirəm qırağa. Shiftlə bir yer. Buraxıram. Ctrl D, Ctrl D, Ctrl D. Başa düşürsünüz? Oysa bunlar çox yekədir. İndi seçirəm təbii ki, birinci qruplaşdırıram. Bax, şey olmasın da, yəni dağılmasın. Balacalaşdırdım. Bunu gətirək bunun üstünə qoyaq. Təbii ki, içinə ağ rəng verək. Konturunu isə rədd edək. Seçirsiniz. Sanki effekt verilirdi ki, buna. Seçirsiniz. Ya da ki, öz telefonundan baxın. Sizdə hər dəfə bloka gedir. Dəqiqə. Baxın bura, deməli, harada qaldıq? Bunu elədik də. İndi plusu basaq, plusu. Bax, bunun bir tayını da gətirirəm. Buraya yerləşdirirəm. Mesela burada yerləşdirəndə fikir verin. Biraz yarı yerləşdirirəm. Bax, fikir verin. Şəkildədir. Elədir. Zaten bunun üstündə sağ düymə Power Clip Inside, sonra bunun üstündə biraz basıram, bu belə qalır. Bilirsiniz? Bunu biraz da çəkək aşağı, biraz. Şəkildə biraz eləyək. Sonra bunu da seçək. Bunu da gətirək təxminən bura qoyaq. Plusu basaq. Sonra onun shiftlə balacalaşdırırıq. Bir tayını da gətiririk. Bu bəzək şeyləridir də, bəzək alət şeyləri birlikdə. Sonra yenə seçək, plusu basaq. Bir tayını da gətirirəm. Buraya yarı formada qoyuram. Şəkildə elədir də. Dolayısıyla rəngi, baxın, sizi yuxu tutur. Bax, kopyaladım, bunu gətirdim bura. Buna yuxu aparır, bildim, başa düşürəm. İndi bunu seçəndən sonra bax, şəffaflaşdırma var, transparency. Bundan biraz bunu neyinirəm? Şəffaflaşdırırım. Nəyə görə? Bu şey yuxarıda da var da. İndi bunun plusu basaq. Bunun bir tayını da gətirirəm, hara atıram? Yuxarıya. Bax, biraz belə qoyuram. Görürsünüz, arxadadır, bəli, bunu basırıq. Dəqiqə. Qabağa, gəlib qabağa. Burada rəng məsələsi var. Rəng tonuna görə belədir. Bunun üzərində sağ düymə, Power Clip Inside. Başa düşdünüz? Yenə bunu da seçirəm. Power Clip Inside. Yenə bura. Başa düşdünüz? İndi əslində hamısı sadə şeylərdir. Sonra bu xəttlərə gələk. Baxın. Girirəm bura. Belə bir nazik bir belə bir xətt çəkirəm. İndi bunun rəngi nədir? Sarıdır da. Sarı. Bunu gətirirəm. Zalımı gətirdim, buraya yerləşdirdim. Bu biraz bura qoydum da. İndi gəlin konturunu rədd eləyək, çoxu görsənir. İndi plusu basaq. Bunun bir kopyasını da gətirək bura. Bunu prosto biraz qaldıraq yuxarı. Bunun rəngi nədir? Bu səhrayıdır. Rəngi nə gəldi qoyuram, yəni. Yaxşı, bunu seçək. Girə bəlkə də budur ya, həqiqətən də. Buralar bəlkə də. Neysə. Üst-üstə düşdü rənglər. Gəlin, bax, bunu seçirəm, editə girəm. Bu var ya, bax, bu problem buradadır. Bunun rəngini düzəldə bilsək, finişi basaq.
O bu rəngdir. Təxminən də indi Hı. evdə axtarıb taparsınız. Yenə plusu basaq. Bunu biraz kopyalayaq belə. Bu hissədədir. Biraz balacadır burada. Bunu da biraz boynu aşağı edək. Sonra plusu basaq. Və bunun bir tayını da yuxarı qaldırırıq. Və bunu bura gətirib qoyuram. Sarı. İndi bir dənə də plusu basaq. Bunu isə belə eləyək. Bunu biraz, bunun da rəngini də bayaqki bu rəngi verək. Görürsünüz. Belə. İndi bunların hamısını, Obrazını. bunu shift'i basıb saxladım, bunu da seçdim. Bunu da, Hamısını. bunu da, bunu da. İndi istənilən birinin üzərində PowerPoint müsaid edirəm. Bildiniz? Hı. Bəzək düzək şeylər oldu da. Burada da yazıram. Music, Hı. music event. Event yazıram. Oysa burada alt-alta deyir bu. Dəqiqə, music, enter, event. Buna da bir dənə Ha. dəqiqə qalın eləyək. Gətirək bunun üstünə. Rəngini bir dənə ağ eləyək. Və təxminən bu tərəflərdədir. Music event. Təxminən də belə deyirəm. Sonra nə qaldı başqa? 30 July. Burada baxın, burada bir məsələ var da. Bu 30 böyükdür. İyul sözü balacadır. Burada yazıram 30, enter, jul yazıram. İndi burada bir məsələ var. Hə də burada bir məsələ var ki, bu ortadadır da. Jul da ortadadır, bu da ortadadır. Amma bizdə fikir verin, J 30-dan bir eyni sıradadır. Bildirəniz mən nə demək istəyirəm? Burada da yoxdur ya. İndi qulaq asın, bunu necə eləyəcək? Bunu qalın eləyək, qalın eləməyək da. Bunu mən böləcəm. Obyektə geyirəm, burada nə var? Break apart var. Bu sözləri qırıram. 30 ayrı olsun, July ayrı olsun. Shift-i basıb saxlayıb, jul sözünü də seçirəm. Bunu nə edirəm? C hərfini basıram. Ortasına olsun. Sonra bunu bu cür vəziyyətdə hələlik qruplaşdırıram. Qrup eləyək. Hanı qrup? Qrupa bastım. Sonra nə edirəm? Gətirdim bu dairənin düz ortasına qoydum. Aydındır. Ya da ki, ikisini seçib C də eləyə bilərik. C-yi də eləyə bilərdik. İndi bunu bir balaca bu zalımı nə edirəm? Böyüdürəm. İndi bu 30 var. Bax, bunu ayrıca seçirəm. Qrupdan çıxarıram. Ki 30-u ayrıca şeyim. 30-u qalın edirəm. Biraz da bu 30-u nə edirəm? Böyüdürəm. Ki daha nəzərə çarpsın. Aydındır. Belə işlər. İndi orada təbii ki, başqa sözlər də yazmaq olar. Belə. Hı? Bu ən xoşladığım o belə. Bu proses Eyni səbirlə də işləmək lazımdır. Bax, ən çox posterlər, bir də flyerlər. Daha çox həyatda pasiyanlı bunlardır. Bunları da düzəltmək yəni vaxt aparırdı. Çünki ona görə sizə pul ödəyirlər də. Siz də o pulun qarşılığında Yaxşı. hardasa maksimum biz bunu çəkdi, nə qədər çəkdi? 33 dəqiqə.